ölkəmizin yerləşdiyi coğrafi məkan strateji baxımdan həm imkanlar, həm də təhlükələr mənbəyidir və nəzərə alsaq ki, həm şimal qonşumuz, həm də cənub qonşumuz həm ya dolayı ya da birbaşa elə bu müharibə vəziyyətindədir. Biz də söhbətimizi bu istiqamətdə davam elətdirəcəyik. Daha doğrusu bu cür məsələlərdə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasının əhəmiyyəti barədə danışırıq. Qonağım millət vəkili Cavanşir Feyziyevdir. Cavanşir müəllim, xoş gördük sizi. Yəni siz də bilirsiniz ki, zaman-zaman sərhədlərimizin, quru sərhədlərimizin bağlı qalması ilə görə bir çox fikirlər səsləndirilib və amma bütün məsələlərdə bu bir daha onu göstərir ki, Azərbaycan uzaq görən və müdrik siyasəti nəticəsində belə bir addımın atılması, belə bir qərarın verilməsi doğrudur. Elə öncə bundan başlayaq. Yəni siz bu sərhədlərimizin, quru sərhədlərimizin bağlı qalması ilə bağlı o verilən qərarı necə dəyərləndirirsiniz? Ümumiyyətlə, sərhədlərimizin bağlı olmasını demək özü də bir qədər bu nisbi anlayışdır. Sərhədlərimiz bağlı deyil. İnsanlar hərəkət edir, yüklər hərəkət edir, heç bir məhdudiyyət olmadan. Ona görə də sərhədlərimiz bağlıdır demək də o qədər doğru deyil. Amma bəli, quru yolu ilə sərhədlərimizi keçmək xüsusi icazə ilə mümkündür. Bu da bölgədə yaranmış vəziyyətlə bağlıdır. Əvvəlcə 2019-cu ildən başlamış pandemiya buna səbəb olmuşdu və 4-5 il ərzində elə məhz bu pandemiya səbəbli sərhədlər bağlı idi və o zaman dünyanın bütün ölkələri öz sərhədlərini bağlamışdılar pandemiyadan qorunmaq üçün. Amma eyni zamanda ətrafımızda gedən hadisələr 2022-ci ildən başlayaraq Rusiyanın Ukraynaya qarşı müharibəsi və İranla İsrail arasında münasibətlərin gərginləşməsi hökuməti vadar etdi ki, hökumət öz təhlükəsizliyini, öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atsın. Və bu da həmin müvafiq addımlardan biri idi ki, sərhədlərdən keçid yalnız xüsusi icazə ilə həyata keçirilə bilər. Baxın, bütün müstəqilliyimiz dövründə bizim müşahidə etdiyimiz davamlı hadisələr var. Hər gün İran sərhədindən Azərbaycana keçən, quru yolu ilə keçən insanlar narkotik maddələr daşıyırlar. Və hər gün bunlar həbs olunur. Nəinki piyada keçən, eyni zamanda böyük yük maşınları ilə keçən insanlar da küllü miqdarda narkotik maddə daşıyırlar. Və bunun qarşısını əgər heç bir məhdudiyyət olmasa, heç bir nəzarət olmasa bunun qarşısını almaq mümkün olmazdı və Azərbaycan Əfqanistana dönə bilərdi. Və ona görə də bu hadisələr həm də bununla şərtlənir. Digər tərəfdən şimal sərhədlərimizə baxsaq, vaxtaşırı demək olar ki, hər il şimalda keçirilən əməliyyatlar onu göstərir ki, şimal sərhədlərimizdən bizə həmişə təhlükə var. Terrorçu qrupların şimal bölgələrimizdə, meşələrdə yerləşməsi, oralarda dayaq nöqtəsi yaratması, bu kimi hallar televiziya ilə də vaxtaşırı vətəndaşlara məlumat verilir və aparılan əməliyyatların nəticələri haqqında da məlumat verilir. Silah sursat daşınır, terror dəstələri soxulur ərazimizə və s. Və belə bir coğrafi məqamda, məkanda yerləşən ölkədə bu amillər nəzərə alınmasa, ölkə daxilində təhlükəsizliyi təmin etmək mümkün deyil. Siz başlanğıçda çox doğru dediniz ki, bizim coğrafi məkanımız çox böyük potensial imkanlar açmaqla bərabər həm də təhlükələr üçün potensial şərait yaradır. Ona görə də hökumət bunu öncədən nəzərə alaraq bütün bu lazımi addımları atır ki, ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etsin və bu dövlətin vəzifəsidir, prerogativasıdır və dövlət də öz vəzifəsini bu şəkildə tam dəqiqliklə yerinə yetirir. Bu, bununla bağlıdır. Amma sosial şəbəkələrdə bəzi adamların narazılıq ifadə etməsi, onlar ya mövcud vəziyyəti doğru qiymətləndirə bilmirlər. Təbii ki, biz çox zaman müxalif dairələrdə biz bu cür fikirlərə rast gəlirik. Təbii ki, bu da bir mənalı deyil. Bu son günlərdə İran-İsrail müharibəsi başlayandan sonra bu addımın nə qədər doğru və adekvat olduğu artıq göz önündədir. Artıq biz görürük ki, bu müharibə tamamilə bir başqa cür də baş verə bilərdi. Yəni, sərhədlərimiz açıq olsaydı, indi birinci növbədə milyonlarla insanın qaçqın dalğası Azərbaycanı bürüyərdi bir tərəfdən.
Digər tərəfdən yenə də ölkəmizdə baş verən hələ pandemiyaya qədər sərhədlərimiz açıq olduğu zaman baş verən hadisələri hamı yaxşı xatırlayır. Burada İran proksilərinin və bütün yaxın şərq ölkələrində bizə biraz yaxın, biraz uzaq olan ölkələrin hər birində İranın proksi qüvvələri var. Azərbaycanda yoxdur. Var idi və aradan qaldırıldı. Bütün bunlar qarşısını almaq üçün sərhədlərin nəzarətli şəkildə fəaliyyət göstərməsinə ehtiyac vardı və dövlət də bunu edir. Və dəfələrlə də Prezident İlham Əliyev də öz çıxışlarında bu məsələyə toxunub və bunun çox açıq izahını verib və elə bugün bölgədə yaşananlar da bir daha elə təhlükəsizliklə bağlı bizim doğru addım attığımızı göstərir. Və təbii ki, Cavanşir müəllim, həm də regionun əsas məsələsi bugün İsrail-İran arasında münaqişə ilə bağlıdır. Çünki bu münaqişə iyunun 13-dən start götürdü və bugün də davam edir. Açıqlamaları siz də izləyirsiniz. Hər iki tərəf hücumları davam etdirir və nəhəng dövlətlərin, yəni güc dövlətlərinin də biz açıqlamalarını görürük. Daha çox Amerika Birləşmiş Ştatları bu məsələdə fikirlər tez-tez dəyişir. Yəni Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın bu məsələ ilə bağlı, münaqişə ilə bağlı fikirləri tez-tez dəyişir. Hətta artıq son versiyalarda söylənilir ki, hücum edə bilər. Ayın 21-nə səhv eləmirəmsə, 22-sinə belə bir gözlənilir. Nə dərəcədə doğru ola bilər və belə bir hücumun eyni zamanda regiona təsiri baxımından? Bu müharibə əslində həmişə gözlənilən olub. Çünki İran İslam Respublikası yarandığı gündən İranın teokratik hakimiyyəti İsraili yer üzündən siləcəyini vəd edib və bunu durmadan demək olar ki, hər gün ən yüksək səviyyələrdə, dövlət səviyyəsində təkrar edirlər. Və şübhəsiz, əgər belə bir təhdid varsa, İsrail buna qarşı hazırlıq, özünü müdafiə üzrə hazırlıq işləri görməlidir. Və MAGATE-nin nəzarəti altında olan İran nüvə obyektləri artıq son illərdə verilən məlumatlara görə, hesabatlara görə İranın MAGATE-nin nəzarətindən kənarda olan nüvə obyektləri də varmış və orada uranın zənginləşdirilməsi artıq yüksək dərəcələrə 60%-dən yuxarıya çatdırılıb. Bu isə İranla Dünya Birliyi arasında, yəni lap konkret desək, vaxtilə altılıq arasında Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları arasında əldə olunmuş qısa müddətli razılaşmaya görə İran yalnız 3,6%-ə qədər uranın zənginləşdirilməsini həyata keçirə bilərdi. Bu o demək idi ki, İran nüvə materiallarından dinc məqsədlərlə istifadə edəcək və dinc məqsədlərlə istifadə etmək üçün uranın 3,6%-ə qədər zənginləşdirilməsi kifayət edir. Amma bir halda ki, İran dünyanın ondan etdiyi tələblərə məhəl qoymayaraq 60%-dən yuxarıya qədər uranı zənginləşdirir öz gizli nüvə tədqiqatı obyektlərində. Demək ki, İranın 45 ildir etdiyi təhdidlər doğrudur. Və buradan belə bir nəticə çıxır ki, doğrudan da İran hakimiyyəti İsraili yer üzündən silmək istəyir. Və şübhəsiz ki, belə olan şəraitdə İsrail də öz təhlükəsizliyini təmin etməlidir. Bəli. Və ona görə də İsrail İranla nüvə məhdudiyyətləri haqqında danışıqların getdiyi bir zamanda və bu danışıqlar prosesində İranın ondan edilən tələblərə əməl etmədiyi və razılaşmadığı halda İsrailin İrana hücum etmək və nüvə obyektlərini məhv etməkdən başqa yolu qalmadı. Mən elə hesab edirəm ki, bu yəni çox böyük səbirlə, təmkinlə gözlənilib, ən axırda atılmış addımlardır. İranın nüvə silahı əldə etməsi təkcə İsrail üçün təhdid deyil, ümumiyyətlə bütün dünya üçün təhdiddir. Hazırda və nəinki hazırda, yəni 91-ci ildən bu yana bütün dünya çalışır ki, bütün nüvə silahları ümumiyyətlə ləğv olunsun və nüvə silahına malik olan dövlətlər arasında bu nüvə silahlarının məhv edilməsi haqqında danışıqlar daim gedir. Lakin hələlik heç bir konsensus əldə olunmayıb. Və belə bir şəraitdə digər yeni bir dövlətin də nüvə silahı əldə etməsi beynəlxalq təhlükəsizliyə böyük bir təhdiddir. Nəinki təhlükəsizlik şəraitini daha da yaxşılaşdırır, əksinə təhlükəsizliyi daha da gərginləşdirir təhlükəsizlik şəraitini.
Ona görə də heç bir dövlət İranın nüvə silahı əldə etməsinə tərəfdar deyil. Və İsrail də bunu əsas gətirərək, nəinki İsrailin özünün, bütövlükdə dünyanın təhlükəsizliyinə də istinad edərək İranın nüvə obyektlərinə hücum təşkil edib. Və hadisələrin gedişi onu göstərir ki, Amerika Birləşmiş Ştatları da öz tələblərində qət edir və İranın bütün nüvə arsenalı, nüvə potensialı məhv edilməyənə qədər bu müharibə davam edəcək. Amma hər bir müharibə istənilən halda qısa da olsa, uzun da olsa mütləq fəsadlar yaradır. Və müharibə gedişində yüzlərlə ağla gələn və gəlməyən kənar fəsadlar da ola bilər və bu fəsadlardan qonşu ölkələr də ilk növbədə təsirlənə bilər. Ona görə İranla həmsərhəd olan hər bir ölkə öz təhlükəsizliyini təmin etməyə borcludur. Amma biz elə biraz öncə sərhədlərdən danışdıq. Sizcə digər ölkələr də İranla sərhədləri bağlaya bilərmi? Çünki Türkiyə vasitəsilə siz gördünüzmü, hər halda siz də izlədiniz, insanlar Türkiyə vasitəsilə, yəni o sərhədlərdən çıxmağa çalışırlar. Yəni bu mümkün ola bilərmi digər ölkələr İranla sərhədlərinə? Ola bilər, əlbəttə. Sırağa gün Prezident Trump bəyan etdi ki, Tehran boşalmalıdır. Və indi təsəvvür edin, Tehranda yəqin ki, bir 10 milyon əhali yaşayır. Amma bütövlükdə 80 milyondan artıq İran əhalisi əgər Ukraynada olduğu kimi qonşu ölkələrə üz tutmuş olsa, bu birinci növbədə hara qaçqın dalğası gedəcək? Azərbaycana. Çünki 40 milyona yaxın soydaşımız orada yaşayır və Türkiyəyə eyni zamanda. Və az bir miqdarda Ermənistana. Digər tərəfdən Əfqanistana inanmıram ki, yəni Əfqanistanın özündə də təhlükəsizlik şəraiti çox aşağı səviyyədə olduğundan ora çətin ki, kimsə gedər. Amma bu hal mümkündür əgər müharibə daha uzun müddət davam etsə və döyüş əməliyyatları coğrafi olaraq İranın bütün ərazisinə yayılsa, o zaman əlbəttə İrandan milyonlarla insan İranı tərk etməli olacaq və onlar mütləq qonşu dövlətlərə gedəcək, üst tutacaqlar. Təbii ki, Cavanşir müəllim, biz həm də sərhədlərimizin bağlı qalmasına danışırıq. Burada ictimai sabitlik və daxili nəzarət. Bax, istərdim buna da toxunaq. İctimai sabitliyin və daxili nəzarətin güclü olması nə dərəcədə rol oynayır bu cür hallarda? Əlbəttə, sərhədlərin qismən bağlı olması və yaxud ciddi nəzarət altında olması daxili sabitliyə də bir öz töhfəsini verir. Baxın, bir zaman Nardaran hadisələri hamının yadındadır və bu təkcə Nardaranla bağlı deyil, Azərbaycanın müxtəlif bölgələrində də İran xüsusi xidmət orqanları tərəfindən fəaliyyətə cəlb olunmuş qruplar fəaliyyət göstərdilər ölkə ərazisində. Və nə qədər ki, sərhədlər ciddi nəzarət altındadır, gedən və gələnlər yoxlanılır və onların məqsədləri aydınlaşdırılır. Bu kimi fəsadlardan qaçmaq mümkün olur. Bu kimi fəsadları aradan qaldırmaq mümkün olur. Və digər tərəfdən ictimai sabitlik ilk növbədə ictimai şuurdan asılıdır. Cəmiyyətimiz nə qədər verilən izahları, verilən şərhləri diqqətlə dinləyir və bu şərhlərin mahiyyətinə vara bilirlərsə, bir o qədər də göstərilən təlimatlara uyğun davranmış olurlar və nəticədə sabitlik daha yaxşı təmin olunur. Bilirsiniz, bir çox vasitələr var ictimai sabitliyi pozmaq üçün. Xarici ölkələrin xüsusi xidmət orqanlarının əllərində çox işlək mexanizmlər var. Bu, bir çox hallarda dini təlimlər pərdəsi altında, bir çox hallarda demokratiya, nə bilim, söz azadlığı və s. qadın hüquqları və s. bu kimi adlar altında. Amma bu adlar sadəcə göstərmək üçündür. Yəni, bunun arxasında dayanan siyasi səbəblər tamamilə başqadır. Bu səbəblər bir çox hallarda ölkə daxilində qeyri-sabitlik yaratmaq və təxribatlar törətmək, kütləvi qətillər törətmək, məsələn, metro partlayışı kimi və yaxud hansısa bir, xatırlayırsınız, Azərbaycan Neft Universitetində olan hadisəni. Yəni, bu kimi hadisələri törətmək əslində sadəcə birbaşa ölkəyə müdaxilə edib bunu həyata keçirmək mümkün deyil. Bunun üçün ölkə daxilində qeyri-sabitlik fonu yaradılmalıdır. Və bunun üçün də çalışan çoxsaylı qüvvələr var. Əlbəttə, Azərbaycan əslində bütün yolların və
siyasi hadisələrin iqtisadi inkişaf hadisələrinin mərkəzində olduğundan, qovşağında olduğundan Azərbaycanda sabitliyin olmasında heç də bütün qüvvələr maraqlı deyil. Bütün bu yolların, deyək ki, şərq, qərb, şimal, cənub yollarının Azərbaycandan keçməsi heç də hamını qane etmir. Məsələn, biz dəfələrlə eşidirik ki, məsələn, Ermənistan, İran, Hindistan yolu deyən bir güya ki, bizim şərq-qərb dəhlizinə alternativ bir yol haqqında düşünənlər, bu yola maliyyə vəsaiti xərcləyənlər var. Və bütün bu yollar sadəcə iqtisadi layihə deyil. Bunlar həm də özündə siyasi mahiyyət daşıyır və şübhəsiz harada siyasət varsa, orada hərbi mahiyyət də mütləq orada iştirak edir. Və ona görə də müharibələr indi kiminsə torpağını tutub öz torpağını genişləndirmək məqsədindən ibarət deyil sadəcə. Müharibələr hansısa iqtisadi axınlara, hansısa təbii resurslara çıxışı asanlaşdırmaq və yaxud hansısa təbii resursları kiminsə nəzarətindən çıxarıb digərinin nəzarətinə keçirtmək və yaxud bu təbii resursların və iqtisadi fəaliyyətlərin axın yollarını dəyişməkdən söhbət gedir. Və bu isə dünya miqyaslı əslində proseslərdir. Bu təkcə bir ölkənin istəyi ilə baş verə bilməz. Burada maraqlı tərəflər və maraqlı olmayan tərəflər var və bu tərəflər arasındakı mübarizə bəzi hallarda gətirib müharibə vəziyyətinə də çıxara bilir. Və məhz Qarabağın işğal olunması məhz belə müharibələrdən biri idi. Dünyanın faktiki olaraq yenidən təsir dairəsinə bölüşdürülməsi uğrunda gedən mübarizənin nəticəsi idi. O zaman Cavanşir müəllim, biz deyə bilərikmi ki, məhz bu geosiyasi reallıqlar fonunda Azərbaycan üçün də risklər var? Son 35 il ərzində, yəni SSR-nin süqutundan sonra keçən dövrdə öz müstəqilliyini və təhlükəsizliyini ən yüksək səviyyədə təmin edən ölkələr arasında ilk növbədə Azərbaycan gəlir. Çünki müstəqilliyin ilk illərindən, hələ müstəqillik illərindən də əvvəl işğala məruz qalmış bir ölkə 30 ildən çox müddətdə həm inkişaf edə bildi, həm öz ərazisindən dünyanın bütün istiqamətlərinə çıxışları təmin edə bildi, həm iqtisadi çıxışları, həm dünyanın qlobal siyasi sisteminə inteqrasiya edə bildi çox uğurlu şəkildə və nəticədə öz torpaqlarını işğaldan azad edə bildi. Bütün bunlar siz dediyiniz bu təhlükəsizlik məsələsinin doğru, düzgün şəkildə təmin edilməsi ilə bağlıdır. Yəni, əslində 30 il qabaq heç bir şərhçi Azərbaycanın bu gün gəldiyi nəticəyə gələcəyini proqnoz edə bilməzdi və etmirdilər də. Və çox adam düşünürdü ki, Azərbaycan hissələrə parçalanacaq. Ən yaxşı halda yenidən Rusiyanın tabeliyinə qayıdacaq, yenidən Rusiyanın bir əyalətinə çevriləcək və s. Amma bütün bunlar heç biri görürsüz olmadı. Demək ki, ən uğurlu siyasət məhz Azərbaycanda aparıldı. Ona görə də elə sərhədlərin bağlı qalması bəli, bugünkü şəraitdə mən bağlı deməzdim yenə də sərhədlərin xüsusi bir nəzarət altında fəaliyyət göstərməsi bizim təhlükəsizliyimizin təminatıdır. Ölkə daxili sabitliyin təminatıdır. Və ölkə tərəfindən, dövlətimiz tərəfindən həyata keçirilən regional və qlobal layihələrin uğurla həyata keçməsi və başa çatması üçün bir zəmanətdir. Ümumiyyətlə, Cavanşir müəllim, İsrail-İran münaqişəsi uzun müddətli olarsa, çünki siz də bilirsiniz ki, münaqişə başlayan gündən belə versiyalar səsləndirildi ki, bu 14 gün davam edəcək, bəziləri deyir ki, 1 ay davam edəcək. Təbii ki, bu versiyalarda, amma hələ gedişat onu göstərir ki, gərginlik var, tərəflərin bir-birinə hücumları davam eləyir və sizcə bu münaqişənin bir qədər də davam etdirilməsi region üçün hansı mənfi təsirləri var? Bunun həm də iqtisadiyyata mənfi təsirləri nədən ibarət ola bilər? Şübhəsiz, hal-hazırda İranla həmsərhəd olan ölkələrin heç birində iqtisadi əməliyyatlar müharibədən əvvəlki dövrdəki kimi intensiv şəkildə həyata keçirilə bilmir. Çünki yüklər İrandan keçir və
həm Avropaya gedən yüklər, həm İranın ətrafında yerləşən ölkələrə gələn yüklər və yaxud bizim ölkələrdən ixrac edilən bəzi yüklər İran ərazisindən keçir və s. Bütün bu əməliyyatlar dayandırılıb. Hal-hazırda həm Ermənistan mətbuatında, həm Türkiyə mətbuatında, eləcə də bizim mətbuatda da bu əməliyyatların dayandırıldığı bildirilir. Və bu milyardlarla dollar iqtisadi fəaliyyətin, ticari fəaliyyətin dondurulması deməkdir. Və bu şübhəsiz ki, bu ticari əməliyyatlarda maraqlı olan şirkətlər, dövlətlər hamısı bundan əziyyət çəkirlər. Digər tərəfdən müharibənin dağıntı təhlükəsi həmişə var. Məsələn, tutaq ki, havada uçan bir qırıcını raketlə vurmaq istədikləri halda bu vurulan qırıcı yaşayış binasının üstünə düşə bilər və heç bir günahı olmayan insanlar da həlak ola bilər. Bu ən sadə desək, nə qədər müharibə qaydaları gözlənilsə də, nə qədər sırf hərbi obyektlər hədəfə alınsa da, müharibədə nəzərdən qaçan və yaxud gözlənilməyən fəsadlar mütləq mövcuddur və bütün müharibələrdə də bu baş verir. Bəzən hətta olur ki, raket, düşmən obyektini hədəfə alan raket öz ölkəsinin ərazisinə düşə bilir. Yəni, istənilən hal ola bilər. Ona görə müharibə nə qədər çox uzanarsa, bir o qədər təhlükəlidir. Həm müharibə gedən ölkənin özü üçün, həm bu ölkənin ətrafında yerləşən digər ərazilər üçün. Sizin dediyiniz kimi, əvvəlcə İsrail tərəfindən 14 gün elan olunmuşdu, amma bu da heç vaxt dəqiq proqnoz ola bilməz. Çünki hərbi əməliyyatların gedişi zamanı indiyə qədər məlum olmayan məsələlər ortaya çıxa bilir, xüsusilə hərbi mahiyyət daşıyan məsələlər və yaxud hansısa hərbi əməliyyat uğurla nəticələnə bilmir və bu uzanır. Onun təkrar hazırlanması lazımdır və s. Ancaq hazırda gedən hadisələr onu göstərir ki, bu müharibə çox da uzanmayacaq. 2 həftəyə də başa çatmaya bilər, amma çox daha 2 həftə, 3 həftə bəlkə də uzana bilər. Çünki söhbət İranın nüvə silahı potensialının tamamilə ləğv edilməsindən, aradan qaldırılmasından və eyni zamanda İranın Dünya Birliyi tərəfindən qoyulan tələblərlə razılaşmasından gedir. Və indi bu hadisələrin fonunda hətta İranda hakimiyyət dəyişikliyi mövzusu da ortaya çıxıb və biz bilirik ki, bunu İranda da istəyən qüvvələr var, bunu İrandan kənarda da istəyən qüvvələr var və dünyanın aparıcı dövlətləri, Amerika Birləşmiş Ştatları xüsusilə bunda maraqlıdır. Çünki 45 il əvvəl Amerika Birləşmiş Ştatlarının ora qoyduğu, 10 illər ərzində qoyduğu sərmayələr hamısı bu inqilab nəticəsində itirilib və ona görə də İsrail bu müharibədə əlbəttə aparıcı rola malikdir. Yəni birbaşa tərəfdir, amma İsrailin yanında İranın nüvə silahına malik olmasını istəməyən bütün qüvvələr var. Biz görürük ki, İran hal-hazırda müharibə səhnəsində təkdir. İrana yardım edə biləcək, yəni açıq yardım edə biləcək, əməli yardım edə biləcək ikinci bir dövlət yoxdur. Gözləmək olardı ki, Rusiya ona hərbi cəhətdən də, siyasi cəhətdən də dəstək olacaq, amma Rusiyanın da bu imkanı yoxdur hal-hazırda. Çünki Ukraynada 3 gün üçün hesablanmış, proqnoz edilmiş müharibə artıq 3 ildən çoxdur davam edir. Ona görə Rusiyanın da elə bir imkanı yoxdur ki, İranı bir əməli şəkildə dəstəkləyə bilsin. O yüzden müharibənin uzanacağını, amma az bir müddətə uzanacağını gözləmək olar. Son olaraq soruşmaq istəyirəm, ümumiyyətlə Cəmaşir müəllim, təbii ki, Amerika Birləşmiş Ştatlarının prezidenti daha çox açıqlamalar verir, daha çox bu hər iki tərəflə bağlı fikirlər səsləndirir. Amma digər dünya liderləri, məsələn, Rusiya prezidenti də bu məsələyə sakit yanaşır, elə bir açıqlama vermir. Daha doğrusu həm də tərəfləri diplomatik danışıqlara cəlb olunması üçün heç bir addımlar atılmır. Yəni bu susqunluğun səbəbi nədir? Niyə görə ancaq mərkəzdə Amerika Birləşmiş Ştatlardır? Çox qısa istəyirəm cavab. Birincisi, Rusiya o taqətdə deyil ki, hansısa bir mübahisədə, hətta müharibədə vasitəçilik etsin. Çünki özü müharibə şəraitindədir. Digər tərəfdən Amerika Birləşmiş Ştatlarının mövqeyinə baxsaq, Amerika Birləşmiş Ştatları da Rusiya-Ukrayna müharibəsini dayandırmağa söz vermişdi. Trump hələ özünün seçki öncəsi kampaniyasında demişdi ki, mən hakimiyyətə gəlsəm, bir sutka ərzində bu müharibəni dayandıracam. Amma dayandıra bilmədi. Və indi Trumpa lazımdır ki, hansısa dünyanın hansısa bir bölgəsində
dırnaqarası bir sülh yaratma missiyasını həyata keçirə bilsin. Ona görə də Trump bir tərəfdən İsrailin özünün müdafiə hüququnu təsdiq edir və dəstəkləyir, digər tərəfdən İranı çağırır ki, İsrailin tələblərini qəbul elə və gəlin danışığa sülh bağlayın. Və Trump eyni zamanda iki məqsəddən nail olmaq istəyir. Bir tərəfdən İranın nüvə silahından məhrum etmək, digər tərəfdən İran-İsrail müharibəsini sanki dayandırmış bir lider kimi özünü siyasi səhnədə göstərmək istəyir. Ona görə də bu cür açıqlamalar olur və olacaq. Təşəkkür edirəm Cavanşir müəllim, çox sağ olun. Xatırladım ki, Sağ olun. qonağım millət vəkili Cavanşir Feyziyev idi. Biz Cavanşir müəllimlə regionda baş verən gərginliklər fonunda Azərbaycanın quru sərhədlərinin bağlanıb saxlanılması məsələsi ilə bağlı danışdıq.